Azərbaycanın Laçında aeroport açması bəzi sosial media istifadəçiləri tərəfindən sorğulanır. Onlar şərh yazaraq bu aeroportun nə üçün tikildiyini, niyə vacib olduğunu sual edirlər. Sitat: "Nəyə lazımdır o aeroportlar? Həmin pullarla uşaq pulu verə bilərdilər. Xalqı qorxudub özləri talayırlar milyonları." Sitatın sonu. Bir sosial media istifadəçisi yazıb. Digər bir sosial media istifadəçisi isə təklif edir ki, aeroport tikməyin, kəndlərimizi tikin. Yaşlı atamız, anamız qalan ömrünü öz kəndində, elində yaşasın. Gələn digər bir şərhdə isə sitat: "Balaca ölkədə bu qədər aeroport nəyə gərəkdir?" Sitatın sonu yazılıb. Digər şərhlərdə aeroportlarda qiymətləri sorğulayanlar da var. Qiymət münasib olsa, hava limanlarının hamısının işləyə biləcəyini, insanların isə rahat, tez mənzil başına çatacağını yazan da. Bir sosial media istifadəçisi isə hesab edir ki, sitat: "Rayonlarda aeroport yox, böyük müəssisələr açılmalıdır. Cəmaət iş tapmır Bakıda. Hələ xarici ölkələrə üz tutanları demirəm." Sitatın sonu. Digər bir istifadəçi isə düşünür ki, bu tikilən aeroportlar Azərbaycana lazımdır. Hava limanı dövlətin fövqəladə obyektidir. Müharibə, təbii fəlakətlər zamanı istifadə olunur. Azərbaycan hökuməti azad olunmuş ərazilərdə tikilmiş hava limanlarının əsasən turizm, qismən hərbi əhəmiyyətli olduğunu bildirir. Lakin təhlilçilər hesab edir ki, bölgələrdə hələ infrastruktur yoxdur. Məskunlaşma yetərli deyil deyə bölgənin turizm əhəmiyyəti müzakirə mövzusu olmaqdan çıxır. Azərbaycanda aeroportlara Azərbaycan Hava Yolları şirkəti, yəni Azal nəzarət edir. Azərtac yazıb ki, Azal tarixində ilk dəfə 2023-cü ildə maliyyə ilini xalis mənfəətlə başa vurub.